3-cü sinif Azərbaycan dili iş dəftərindən tapşırıqların izahını verəcəm. Səhifə 61-də A tapşırığından başlayaq. Hansı fikir sərkərdə və qarışqa mətninin ideyasına uyğun deyil? Sərkərdə və qarışqa mətnini dinləmə mətnidir. 3-cü sinif Azərbaycan dili dərsliyində yer alır və kanalımızda səsləndirmişik. Qısa olaraq məlumat verim ki, sərkərdə döyüşdə məğlub olur və ruhdan düşüb fikrə gedir. Bu halda bir qarışqanı görür ki, qarışqa buğda dənəsini qaldırır, buğda dənəsi yenidən yerə düşür və 39 dəfə bu hal təkrar olur. Nəhayət sonuncuda buğda dənəsini tam istədiyi yerə qaldıra bilir və sərkərdə qarışqaya baxır, ruhlanır, yenidən ordu toplayır və düşmənə qalib gəlir. Bizə aid olmayan fikri seçməyi istəyir. Uğursuzluqla qarşılaşanda ruhdan düşməməliyik. Bu, dinləmə mətnimizə uyğundur. Məqsədinə nail olmaq üçün əziyyət çəkməlisən, uyğundur. Düşmənə qalib gəlmək üçün güclü ordu lazımdır. Bu, mətnin ideyasına uyğun deyil. İnsan bəzən zəif bir varlıqdan da ibrət götürə bilər. Bəli, necə ki, sərkərdə adi bir qarışqadan ibrət götürdü və düşmənə qalib gəldi. Aforizmi tamamlamaq üçün uyğun cavabı seç. Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun. Elə kitablar axtarın ki, uyğun fikir, məzmunun müdriklərlə söhbət qədər dəyərli olsun. Aforizmi tamamlamaq üçün uyğun cavabı seç, fikrini əsaslandır. Az pulla böyük sərvət əldə etmək istəyirsənsə, maşın al, paltar al, kitab al. Təbii ki, az pulla böyük sərvət əldə etmək istəyiriksə, kitab almalıyıq. Biz nə qədər kitab oxusaq, bir o qədər dərin biliklərə sahib olarıq və bu biliklər əsasında daha böyük uğurlara imza atarıq. Mənim fikrimcə, burada artıq şagirdlərin özünün sərbəst fikridir. Bunu müstəqil olaraq özünüz yazırsınız. Nə etmək sözünü uyğun zamanda yazaraq aforizmi səhər oyananda düşün ki, sən nə edəcəksən? Axşam yatanda fikirləş ki, bugün nə etmisən? Pifaqorun sözləridir. Birdə olan tapşırıqlarımıza baxaq. Birinci sütundakı sözlərin şəkilçilərini eyni sətirdəki sözlərə əlavə et. Birinci sətirdəki nümunəyə bax. Baxaq. Pambıqçı sözündə görürük ki, ç üstü 4 leksik şəkilçidir. 4 variantlı şəkilçidir. Şəkilçi işlənmişdir və biz bu ç şəkilçisini görürük ki, uyğun olaraq sözləri artırıb. Gülçü, əkinci, oduncu. Apardı sözündə d şəkilçisi işlənmişdir. Uyğun olaraq gəldi, oxudu, güldü. Uyğun olaraq sözlərimizi artırıq. Əgər qapalı saytları varsa 4 variantlı şəkilçidir. Açıq sayt varsa 2 variantlıdır. Bu da bir qaydadır. Səliqəli leksik şəkilçidir və 4 variantlı şəkilçidir. L, li, lu, lü. Ballı, unlu, südlü. Uyğun olaraq əlavə edirik. Baxır sözündə ı şəkilçisi, bu da 4 variantlı şəkilçidir. Baxır, qonur, görür, seçir. Mürəkkəb sözlər düzəldib yaz. Baxaq, istiqanlı, müxtəlif mənalı sözlərin birləşməsindən yaranarsa, necə yazılırdı? Bitişik yazılırdı. Olacaq. İstiqanlı. İstiot, müxtəlif mənalı sözlərin birləşməsindən yaranır, bitişik yazılır. İsti, soyuq, əks mənalı sözlərin birləşməsindən yarananda defisdən yazılır. İsti, soyuq. İynə sap defisdən yazılır. Yaxın mənalı sözlərin birləşməsindən yaranır. İynə dərman da defisdən yazılan mürəkkəb sözdür. İynə yarpaqlı. İynə yarpaqlı müxtəlif mənalı sözlərdən yaranan mürəkkəb sözdür. İynə yarpaqlı. Bitişik yazılır. Yer, göy, əks mənalı sözlərdən yaranan mürəkkəb sözlər defisdən yazılır. Yer kökü,
yer kökü. Müxtəlif mənalı sözlər olduğu üçün biçik yazılacaq. Sonra gəlir yeraltı biçik yazılır. Göygöz. Göygöz biçiyi yazılacaq. Göy-göyərti. Göy-göyərti defisdən yazılır. Göy qurşağı. Biçik yazılır. Misalları həll et və mürəkkəb söz yarat. Baxaq. Baxırıq ki, azlıq sözündə nə edibdir? Azlıq sözündən lıq şəkilçisini çıxırıq. Nə qalır lığı çıxanda? Qalır ac. Üstə gələk. Gözlə sözündə ləni çıxıb yerdə qalır göz. Acın da üzərinə göz gəlsək olur ac göz. Mürəkkəb sözümüz oldu az göz. Çobansız. Çobansız sözündə sız şəkilçisini çıxanda siləndə qalır çoban. Yastıq sözündən də burada nəyi silibdir? Çoban yastığı olar. Aha, silməyib. Burada əlavə edibdir. I şəkilçisi əlavə edibdir. Çoban sözünə əlavə edəcəyin yastığı. Bu da olur çoban yastığı. Bir qədər yerimiz çatmadı. Çoban yastığı. Mürəkkəb sözü yarandı. Yer adlarını cədvəlin uyğun sütunlarına yaz. Tərkibində şəkilçi var. Tərkibində şəkilçi yoxdur. Tərkibi iki sözdən ibarətdir. Baxaq. Qəbələ. Qəbələ sözündə şəkilçi yoxdur. İsmayıllı şəkilçi var. L şəkilçisi. Şahdağ. Şahdağ. İki sözün birləşməsindən yaranıbdır. Füzuli sözü şəkilçi yoxdur. Göy çay. İki sözün birləşməsindən yaranıb. Yardımlı şəkilçi var. L şəkilçisi. Oğuz şəkilçi yoxdur. Qarabağ. Qarabağ. Saatlı sözündə də yenə də L şəkilçisi var. İzahlarımız bu qədər əziz şagirdlər. Növbəti izahlarda görüşərik. Hələlik.